Dostlar salam. Bu videoda sizə Poco X7 haqqında danışacağım. Bildiyimiz kimi, Poco Xiaomi ailəsinə daxildir və menyu dizayn Redmi ilə bir-birlərinə bənzəyir. Qutu açımı ilə başlayaq. İçərisində silikon qara kabra, ağ rəng Type-C USB naqili və 45 Watt sürətli şarj adaptörü qutu içəriyindən çıxır. Keçək dizayn bölməsinə. Önündə tək kamera və qulaq spikeri, üstündə spiker, mikrofon və ikbord, sağında səs və güc düymələri, altında spiker, Type-C giriş, mikrofon və sim yuvası, solunda heç nə yoxdur, arxasında 3 kamera və tək flash işıq yerləşdirilib. Bu rəngin arxası polimer eko dəri materialdandır. Digər rənglər isə plastikdir. Cəmi 3 rəngdə istehsal olunur. Ümumi görünüş Redmi Note 14 Pro-ya bənzəyir. Ekran 6,67 inç Full HD Plus 120 Hz-lik AMOLED paneldən ibarətdir. Corning Gorilla Glass Victus 2 ilə qorunur. Smartfonun ümumi ölçülərini və çəkisini qeyd etmişəm. Poco X7 smartfonun sistemi Android 14, arayüz Xiaomi HyperOS 1.0'dır. Ümumi parametrlər burada qeyd olunub. Mediatek chipsetlə gəlir. Bağlantı bölməsində NFC və görüntünü hava ilə TV-yə ötürmə özəlliyi var. Ekran tezliyini 120 Hz-ə qaldırmaq yeri buradadır. 120 Hz-də ekran daha axıcı olur. Cihaz qorumasında barmaq izi və üst kilidi mövcuddur. Barmaq izi ekran altdadır. İkili tətbiqlər sayəsində bir proqramın kopyasını yarada bilirsiniz. Jest qısa yollardan sizə lazım olan özəllikləri aktiv edə bilərsiniz. Misal üçün, güc düyməsinə 2 dəfə toxunaraq fənəri yandıra bilirsiniz. Yan alət qutusu eyni anda 2 proqramı işlətməyə imkan yaradır. Barmaq izində ürək döyüntüsünü yoxlama var. Əlavə gələn RAM yaddaşını da çoxalda bilirsiniz. İkinci sahə özəlliyinin olduğunu görürük. Demək olar ki, lazım olan bütün sensorları dəstəkləyir. İşıq, kompas və jiroskop kimi sensorları işlədiyini görürük. Yaxınlaşma sensoru virtualdır. Jest olmadan işləmir təəssüf ki. Antutu benchmark nəticəsi yüksəkdir. Kamera menüsündə geniş çəkiliş və 2x yaxın çəkiliş var. Video Full HD 60 FPS, 4K 30 FPS çəkilişi dəstəkləyir. Oyun testinə keçək. Batareya 33%dir. 10 dəqiqəni qoşub PUBG oyununa daxil oluram. PUBG-də jiroskopu buradan aktiv edirsiniz. Poco X7 gücünü 4 nanometrlik Mediatek Dimensity 7300 Ultra'dan alır. Videoqrafik yaddaş Mali G615 MC2-dir. Aşağı qrafikdə 60, HDR qrafikdə isə 45 FPS rahat dəstəkləyir. RAM 8-12 GB, daxili yaddaş 128, 256 və 512 GB ilə istehsal olunur. Batareya 5110 mAh-dir. 45 Watt sürətli şarjı dəstəkləyir. Oyun təcrübəmi izləyə bilərsiniz.
10 dəqiqə tamamdır və cəmi 3% batareya sərf etdi. Yaxşı nəticədir. Poco X7-nin əsas kamerası 50, makro 2, geniş 8 və ön 20 megapikseldir. Çəkilən nümunə şəkillərə və videolara baxa bilərsiniz. Arxa kamera 4K 30, Full HD 60 FPS, ön isə Full HD 60 FPS video çəkilişi dəstəkləyir. Poco X7 modelində video çəkiliş zamanı səs yazma bu cür yazılır. Və video yaxınlaşması cəmi 6 dəfədir. Poco X7 haqqında bu qədər. Qiymətini tarixə görə qeyd etmişəm. Qiymətə görə parametrləri və keyfiyyəti ortadır. Növbəti videolarda görüşənədək. Hələlik.